Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebul Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala ehli beytihi teyyibina tahirin. Esselamu aleykum cemiyen ve rahmetullah. Məhərrəm ayının ikinci günüdür. Mən əziz İmam Hüseyin əleyhissalamın əzadarlarını salamlayıram. Və Allah Teala'dan istəyirəm ki, bizlərin əzasını ali dərəcədə qəbul eləsin inşallah. Bu günlər elə bir günlərdir ki, İslam aləmində Əziz İslam Peyğəmbərimizin əziz nəvəsi İmam Hüseyin əleyhissalama yas saxlayırlar, əzab tuturlar. Biraz geriyə qayıtsaq 1500 il bundan öncəyə İmam Hüseyin əleyhissalamın bu qədər tərəfdarını biz tarixdə görmədik. Çox da keçməmişdi. Peyğəmbərin vəfatından heç bir əsr keçməmişdir. Daha az çox belə deyək də yaxın idi. Bir əsr bu hadisə baş verdi. Elə bir yerdə ki, Mədinədir, Məkkədir, İraqdır, bu kimi yerlərdə Peyğəmbərimizin bütün tərəfdarları var idi. Müsəlmançılıq, İslam tamamilə demək olar ki, bir çox məntəqələrə yayılmışdır. Amma görürsən, bu 40 ildə, 50 ildə, 60 ildə nə baş verdi ki, heç kəs Əhl-i Beytə tərəfdar ola bilmədi. İmam Hüseyin əleyhissalam nə eləmişdi? Məktublar göndərirdi. Mən tarixini danışmıram Kərbəlanın. Elə bilirəm, bu haqda çoxlarımızın məlumatı var. Bu gecələr elə bir gecələrdir ki, 10 gündür. Tarixdən danışaq, gərək elə bütün tarix danışaq. Amma əsli o mərifət ki, Kərbəlada yatır, əsli həqiqətlər ki, bu Kərbəlada yatır, bunlara danışmağa vaxt qalmaz. Ona görə də adətən mənim özümün adətimdir, tarix çox danışmaram. Daha çox bizi İmam Hüseyin əleyhissalamın yoluna yönləndirəcək hadisələrdən, məsələlərdən və maarifdən istəyərəm çox danışam. Və buradakı sualım bundan ibarətdir ki, istəyirəm bu sualı cavablandıram, sualı verim və cavablandıram, elmi şəkildə, tarixi şəkildə, Qurandan, hədisdən və ona sıfat gətirəm. O da bundan ibarətdir ki, nə baş verdi ki, bu 50 il, 60 il çərçivəsində, yəni dəqiqdə tarix desək, Peyğəmbərimiz 11 hicrətdə əgər dünyasını dəyişmiş olsa, 61 hicrətdə bu Kərbəla hadisəsi baş veribdir. Cəmi nə qədər olur? Deyək ki, 50 il. Bu 50 ildə nə qədər ola bilərdi ki, Əhl-i Beyti sevən olmasın. Halbuki Peyğəmbərimiz dəfələrlə Əhl-i Beyti tanışdırır. Əhl-i Beyti öz dilindən desək Peyğəmbərimizin Nuh Peyğəmbərin gəmisinə bənzər edir. Əhl-i Beyti məsum kimi tanıtdırır. Yəni, bu qədər söz-söhbətdən sonra, Əhl-i Beyti tanıtdırdıqdan sonra İmam Hüseyin əleyhissalam Aşuraya kimi özünü təbliğ edir. Mən Əli oğluyam, mən Fatimənin oğluyam, mən İslam Peyğəmbərinin nəvəsiyəm, mən cənnət camallarının ağasıyam. Amma nə qədər adam toplaya bilir, Kərbəlada nə qədər adam idi, məşhur 72 nəfər, onun da yarıdan çoxu öz Əhl-i Beytidir, öz nəslidir, Bəni Haşimdir. Axı nə baş vermişdi? Niyə, nə üçün insanlar bu yoldan uzaqlaşmışdılar? Mən bu suala inşallah bir yarım saat çərçivəsində bunu izah edib və dəlillərlə, sübutlarla izah edəcəm Allahın izni ilə. Peyğəmbərimizdən öncədən bu hadisələr baş vermişdi və Peyğəmbərlərə niyə yaxın gəlmirdilər, Allahı niyə sevmirdilər. Qurandan 2-3 dənə mən istəyirəm dəlil gətirəm, bu tarix boyu olubdur. Tarix boyu olub o da budur ki, insanlar Allahı yad etməkdən uzaqlaşmışdılar.
Və nəticədə də bunlara bir neçə nöqtə mən deyərəm inşallah ki, insanın həyatında əgər Allah meyar olmasa, əsas olmasa, o insan üçün fərqi yoxdur. Yezidin qoşununda olan, bugünkü müasir dünyamızda Netanyahu'nun yanında ola, ya Trump'ın yanında ola, fərqi yoxdur. Ya mənim sənin yanında ola, bu insanlar üçün fərqi yoxdur. Çünki Allah əsasdır, Allah meyardır. Allah qorxusu olmasa, qeyri-mümkündür ki, insanlar həqiqət dalınca olsunlar. Bəni İsrailə mən dönmək istəyirəm, İslam Peyğəmbərdən də qabaq, çünki əksər Peyğəmbərlər, bəlkə də 90-95% Peyğəmbərlər Bəni İsrailə gəlirdi. Musa Peyğəmbərin tərəfdarlarına, Zəkəriyyə Peyğəmbər, Yəhya Peyğəmbərdir və digər Peyğəmbərlər həm Quranda gəlib, həm Tövratda biz bunlarla tanış ola bilərik. Necə ki, Allah Teala Bəni İsrail haqqında misal Quranda buyurur ki, Bismillahirrahmanirrahim, Zuribətu aleyhimul zillə vəl məskənə. Deyir ki, bunlara zəlalət gəldi, bunlara xar gəldi. Niyə? Nə üçün? Bunlar Allah nişanələrini inkar etdilər. Bunlar Allahın nişanələrini görürdülər. Allah'a gedən yolu da görürdülər. Amma bəzi mənfəətlərə görə inkar edirdilər, düşürdülər zəlalətə. Onlardan birinin hissəsini misal vuracağım və bir hissəsini də Kərbəladan vuracağım misali ki, görək ki, doğrudan Allahdan uzaq düşməyin aqibəti elə bu şəkildədir. Bəli, Allahın nişanələrini bunlar inkar edirdilər. Allah Teala Bəni İsrailə nə qədər möcüzələr göstərirdi, yenə də bir müddət keçirdi, inkar edirdilər. Bunlar Misirdə, bilirsizlər, Misirdə Musa Peyğəmbərin zamanına qədər Fironun əlində zəlil oldular. Axır o yerə çatmışdılar ki, bunları bir qul kimi istifadə edirdilər. Ta o zamana kimi ki, Allah Teala Musa və köməkçisi qardaşı olan Harunu birgə göndərdi ki, bunlara nicat versin. Dastanı var, uzundur, mən çox danışmıram. Musa Peyğəmbər bir çox möcüzələr gətirməklə, Fironu qorxutmaqla bunları neynədi? Nil çayından möcüzəvi şəkildə tarixini bilirsiniz, adlatdı, hara gəldilər. Həmən Sina çölünə, Sina dağlarına. Bunlar yolla gəlincə bu qədər möcüzələr görüblər Musa Peyğəmbərdən. Yəni qeyri-mümkündür ki, Həzrət Musanın Allah tərəfindən Peyğəmbər olmaması qeyri-mümkün idi. Bu qədər möcüzələr gətirib ki, dəryanı, dənizi yarıb bölübdü adamı. Bunlar yolla gələndə gördülər ki, bir buzov düzəldirlər ki, bir qövmdür, bir dəstədir və cəmaət da buna stayiş edir. Dedilər, bəh-bəh, nə gözəl Allahları var bunların. Allah Teala Musanı Sina dağına çağıranda ki, gəl orada səninlə əhd bağlamalıyıq, 10 dənə qanunlar sənə verməliyik, siz Bəni İsrailə bu qanunları deməklə hökm sürməlisən, hökumət qurmalısan. Getdi dağa və Allah Teala 30 gündə artırdı, oldu 40 gün. Bunlar gördülər ki, Musa deyilmişdi ki, 10 günə gəlirəm, 40 gün oldu. Dedi, Musa gəlmədi. Bizə Allah lazımdır. Bəs nə eləyək? İçərilərdən birində yaxşı əl işi var idi. Bir dənə bunlar üçün buzov şəklində, qızıldan buzov düzəltdilər da başladılar ona stayiş eləməyə. Baxın, Allahın nişanələrini, Allahın əmrlərini bu şəkildə bunlar pozdular. Bu qədər möcüzədən sonra Musa getdi, Allah'a da öldü deməkdir. Yəni, bu Bəni İsrailin nişanələrindəndir ki, Allahın nişanələrini unutdular və oldular nə? Zəlil. Başqa biri də budur ki, Bəni İsrail haqqında buyurur ki, Allah Teala Bismillahirrahmanirrahim Yəqtulunən nəbiyyin bi qayri haqq. Deyir, bunlar o zaman görürdülər ki, bir Peyğəmbər gəlir, bunların mənfəətinin əksinə deyirdi, öldürürdülər. Hətta bunların öz topraklarında da bu vardı, tarixlərində də bu vardı. Olurdu ki, gündə 70 Peyğəmbəri öldürürdülər. Niyə? Yəni, o Peyğəmbərlər bunlara düz yol göstərirdi. Bunlar da deyirdi ki, biz seçilmiş qövmük dəstəyi ola bilməz ki, biz başqa insanlardan yerdə qalaq. Məsələn, tarixdə var da, çox tarixə də girməyim. Bəzən olurdu ki, Peyğəmbər deyirdi ki,
filan imperatorluqla döyüş münaqibətiniz xeyir olmaz. Dedilər, nə danışırsınız? Bizim aqibətimizi Allah çoxdan yazıbdır. Biz dünyanın ən üstün insanlarıyıq. Bugünkü bu iddia ilə yaşayırlar bunlar, bu Yahudilər. Buna görə də peyğəmbərləri ya öldürürdülər, ya zindana salırdılar. Beləliklə peyğəmbər Allahın bir əlaməti və nişanıdır. Peyğəmbəri öldürdün, bu demək ki, sən Allahı da inkar edibsən. Yenə Quranda vardı ki, onların haqqında buyurur ki, Zalikə bima əsav. Bunlar daima Allaha qarşı üsyan edirdilər. Allah, Peyğəmbər bunu deyir, bunlar qarşısında da ola bilməz. Biz üstün seçilmiş bir qövmük. Və yaxud Quranda var və qanu yu'tədun. Bunlar daima təcavüzkar idilər. Bir nümunəsini deyim bunların təcavüzkarlığının, o da budur ki, o zaman ki Musa Peyğəmbər də söz vermişdi Tövratın tarixinə əsasən, Ordon çayını Sina çölündən keçib Ordon çayından atlamalıydılar Fələstin torpaqlarına. Bunu Musa Peyğəmbər eləyə bilmədi, dünyasını dəyişdi və qardaşı Harun öhdələndi. Ordon çayından keçdikdən sonra Fələstin torpaqlarına, o da 7-8 bölümlər var idi. Tövratın öz sözüdür, bu mütləq öz sözüdür, özüm öz gözümdən oxumuşam. Deyək ki, orada qətli am elədilər. Uşaq qanmadılar, qoca qanmadılar, yaşlı, cavan, gəlin qız. Hamısını öldürdülər, nədir? O torpaqlara sahib çıxsınlar. Bugünkü deyirlər, onlar bizimdir, çox yanlış deyirlər. Zülmlə keçiblər, təcavüzkarlıqla keçiblər Fələstinlilərin torpağına. Halbuki Fələstinlilər orada yaşayırdı. Mənim söhbətim o deyildi, söhbətim buydu ki, tarixdə kimlər ki Allahın nişanələrini, yadını unutdular, əməl etmədilər, oldular zalim, oldular günahkar, nə Peyğəmbər tanıdılar, nə də imam tanıdılar. Bunların bir neçə dəstəsi də elə Kərbəlada da var idi. Müasir dünyamızda da istəsək, bunu biz meyyər tutub əsaslandıraq, bu dünyamızda da bu şəkildədir. Hər kəs Allahın yadından, hər kəs Allahı daima həyatında meyyər tutmalıdır. Tutmasa, hər növ günah əlindən gəlməsi mümkündür. Kərbəlada da deyək ki, elə o şəkildə idi. Bir neçəsini mən misal qura bilərəm. O cümlədən bunu deyə bilərəm ki, bəli, bizim üçün bu çox aydındır. Məsələn, elə hövzə dilindən desək, müsəlləmdir. Çünki Peyğəmbərimiz dəfələrlə İmam Hüseyin əleyhisselamı Misbahul Huda, hidayət çırağı adlandırıbdır. Səfinətun nicat gəmisi adlandırıbdır. Nəinki İmam Hüseyin əleyhisselam, bütün imamlar o şəkildə buyurubdur ki, mənim əhl-i beytim Nuh gəmisi kimidir. Yəni, bu bizim üçün aydın idi. Bu bir Peyğəmbərdən bizə bu bizim üçün bir nümunə idi. Yaddaşlara gərək həkk olaydı ki, 12 imam və əhl-i beyt bunlar pakdılar. Tətir ayəsində gedincə də görürük ki, Allah deyir, mən istəmişəm ki, bunlar pak olsunlar, ayənin məzmununu deyirəm. Yəni, bura qədəri aydın idi. Eyni Peyğəmbərlərin haqqında Allah Teala tərəfindən deyildiyi bir sözü kimi Peyğəmbərin sözü Allahın sözüdür. Heç bir şeyi Peyğəmbər Quran ayəsinə görə öz nəfsindən deməyir. Bura qədər aydındır ki, İmam Hüseyin əleyhisselam Peyğəmbərimizin dilindən səadət yoludur və nicat gəmisidir. Amma biz bunu Kərbəliyə gələndə imamı neylədilər? Hətta özlərinin adəti və ənənəsi olan Muharremul Haram deyirlər. Niyə? Haram aylardan biridir. Rəcəb, Zilqədə, Zilhəccə və Muharrem. Bu ayda bunlar heç zaman müharibə etməzdilər. Ən çətin müharibələr, ən çətin ixtilaflar da baş vermiş olsaydı, Muharremdə bunlar müharibə etməzdilər. Qoyardılar başqa bir aylara. Amma baxın, Allah məhəbbəti, Allah sevgisi, Allah yadı bunların qəlbində olmadığından Peyğəmbərin açıq, aydın göstərdiyi səadət yolunu Kərbəla çölündə şəhid etdilər. Bir halda ki,
Deyir ki, imamlardan da bu söhbət var, bu sözlər. Alimlər də bunu deyirlər, şairlər də şeirlərində bunu gətirir. Fərat çayına vəhşi heyvanların su içməsi icazəli idi. Əziz İslam Peyğəmbərinin əziz nəvəsinə bu su içmək qadağan oldu. Bundan tamamlanmadı. Kərbəla çölündə şəhid etdilər. Necə şəhid? Başını kəsdilər. Heyvanların başını kəsməyə biz çox cürət edə bilmirik, bəziləri görə bilmir. Amma bir insan başı kəsmək nə qədər, belə deyim, normal bir hal ola bilər. Ondan qaynayır ki, insanın bu ruhu o qədər cınız olsun. O qədər vəhşi olsun bu insan ki, Peyğəmbərin balasını öldürməyə əli gəlsin. Nədən qaynayır? Bir dəlili mütləq Allahın yadından uzaqdır. Həyatında Allahı heç zaman yad etməyib. Bəli, biz bunu bir dəlil kimi, bir cavab kimi göstəririk ki, nə oldu ki, İmam Hüseyin əleyhisselamın qarşısında, 72 nəfərin qarşısında 30.000 qoşun dayandı. Bir səbəbi Allahı yad etməkdən uzaqdır. Və bunu gərək biz hər zaman öz diqqətimizə olsun. Daima əziz möminlər, möminələr, bu çox mühümdür. Dindar da olsa bəzən çox səhvlərə yol veririk. Bu nədən ibarətdir? Təkcə gündə 5 dənə namazı qılmaq kifayət deyil. O namaz ki, bizi İmam Hüseyin əleyhisselamın yoluna yönləndirə bilmir, bu namaz deyil. İmam Həsən Əskəri əleyhisselamın bir dənə dastanı yadıma düşür. O da budur ki, İmam Həsən Əskəri əleyhisselam hökumət partisinin arası yaxşı idi. Və bir günlər İmam Həsən Əskəri əleyhisselamın yanına bir nəfəri tutub gətirirlər. Deyirlər ki, bu adam deyir ki, biz Əhl-i Beyt yolundan gedənik. İmam dedi, yalan deyir. Dedi, necə ola bilər yalan desin? Deyir ki, biz Əhl-i Beyti sevirik. Dedi ki, Əhl-i Beytin sevgisi o deyil ki, dildə sadəcə deyək, mən İmam Həsəni sevirəm, mən İmam Hüseyin əleyhisselamı sevirəm. Kərbəla hadisəsi, günləri ki, Məhərrəm günləridir. Baş verəndə gözəldir, qara pərçəmlər asılsın, qara köynəklər geyinilsin, sinəzənlər vuraq, məhəbbətimizi bətərdiyim görsədək, yürüzə edək, bu lazımdır. Amma İmam Həsən Əskəri əleyhisselam deyir ki, nə qədər ki, o izlə getməmişik, Həzrət Əlinin yolunla getməmişik, dediyini həyatımızda piyadə etməmişik, həyata keçirməmişik, deyir ki, bizim şiələrimizdən deyil. İmam Hüseyin əleyhisselam Kərbəla çölündə çox söhbətlər elədi. Ta, belə deyim də, şəhid olana kimi xatırladırdı insanlara. Ki, mən kiməm, niyə buradayam, Yezid kimdir, İbn Ziyad kimdir, nəlim mən digər və o şəxslər ki, imamın və Əhl-i Beytin qarşısını kəsib, bunlar kimdir, daima xatırladırdı. O cümlələrdən də biri buydu ki, İstəhvəzə əleyhumus şeytan fəənsahum zikrallah. Deyir ki, şeytan sizə müsəllət olur. Şeytan sizə müsəllət olur. Və siz Allahın zikrini, Allahı yad etməyi unudursunuz. Çox mühüm söhbətdir ki, əsl elə mənim bu mətnimə də aid olan bir söhbətdir, imamın özündən bir statdır. Hətta ayə də var, Bismillahirrahmanirrahim, və la takunu kəlləzinə nəsullah. Deyirin, olmayın o kəslərdən ki, Allahı unudanlardan olsun. Siz də o kəslər kimi olmayın. Nə olar? Heç nə. Allah buyuruyor ki, فَاَنْسَاهُمْ أَنْفُسَهُمْ Allah da elə, hər kəs Allahı unudar, Allah da elə onun özünü özünə unutdurar. Artıq yaşayar, amma bilməz nə üçün yaşayır. Nə çox da ətrafda belə insanlar yaşayır, amma bilmir nə üçün yaşayır. Hara gedir, nəyə görə qazanır, harada oturur, kiminlə oturur, kiminlə evlənir, gündəlik həyat hara aparır bunu? Bir meyər yox, bir hədəf yox, bir məqsəd yox, özünü də unudubdur.
Allahı unutmaq elə bu deməkdir. Dostlar, yorulur, mən mövzunu yekunlaşdırayım inşallah. Amma bu qədər dərdi dedik. İcazə verin, 2-3 dənə də dərmanını deyək. Yaxşı, biz Allahdan uzaqlaşmışıq. Bunun bir əlaməti varmı? Mən hardan bilə bilərəm ki, mən Allahdan uzaqam. Həyatımda ümumiyyətlə Allahın bir əlaməti, bir nişanəsi yoxdur. 2-3 dənə nişanəsini deyirəm və səlam. Onlardan biri elə bu hesaba getmək lazım deyil. Bu mübarək Quranı açıb baxsaq, bir çox mövzular, hidayət yolları və imamların bu ayələrə verdiyi təfsir bizlərə kifayət eləyər. Bugün Quranın da tərcüməsi var, təfsirlərin də tərcüməsi var, imamların hədislərinin də tərcüməsi var, usul-u kafi kitabları kimi bu günləri və bir çox kitablar da tərcümə olunubdur. Deyək ki, günlərin bir günü Peyğəmbərimizin zamanına qaytarmaq istəyirəm söhbətimi. Peyğəmbərlə sizdə müharibələr olurdu, əsrlər düşürdü. Müşriklərdən isə bir nəfər Cübeyr adında bir nəfər var idi. Bunun da oğlu əsir düşmüşdü müsəlmanlara. Bu pul götürdü və gəldi Mədinəyə ki, Peyğəmbərlə üzləşsin, heç olmasa pul müqabilində mənim oğlumu azad eləyəsən. Gözlədi ta Peyğəmbər namazını qılsın və namazda Peyğəmbərimiz bu ayəni oxudu. Bismillahirrahmanirrahim. İnnə əzabə rəbbikə ləvaqi. Həqiqətən Allahın əzabı qaçılmazdır. Həqiqəti vardır. Mə ləhu min dafi. Və heç kəs də bunu özündən uzaqlaşdıra bilməz. Bu ayə bu müşriki burada tutdu. Bəzən olur da bir söz insanı tutar və həyatını dəyişir. Və bu ayə bu insanı tutdu və bununla da müşrik idi. Öz oğlunu əsirlikdən azad etməyə gəlmişdi, özü müsəlman oldu və Peyğəmbərin tərəfdarı oldu. Baxın, Quranda o qədər ayələr var, o qədər mövzular var. Heç olmasa bir müsəlman kimi ömrümüzdə bir kərə heç olmasa Quranı oxuyaq, görək içində nələrdən söhbət gedir. İkinci, o şey ki, diqqət etməliyik, bəzən müminlərə aiddir. O da budur ki, namazlarımızda süst olmamaq. Namaz halında 5 dəqiqə çəkər, 10 dəqiqə çəkər, diqqətli olaq. Hər nə işimiz olur olsun, çünki bizim həyatımız bu namazlandır. Bu namazın şəkli düzgün olarsa da, bu namazımız düzgün olarsa da, bu bizi Allaha çatdırar. Çünki Quranın özü deyir ki, bu namazdır ki, insanları pislikdən çəkindirər. Əgər mən həyatımda və bir sıra çirkin işlərə yol verirəmsə, bilək ki, namazımız Quranın meyarına görə. Bilək ki, namazımız o qədər də mükəmməl deyil. Bismillahirrahmanirrahim. İzə qamu iləs-səlam. Allah Teala buyurub, o zaman ki, namaza durdunuz, qamu qısala, deyir, durarlar süst halda, halsız halda. Elə tez-tez qılıb, çıxım gedim, dostlar gözləyir, futbol başlayır, televizorda buna baxaram, WhatsAppda bu gəlir, TikTok'a baxaram, yəni bu kimi şeytani vəsvəsələr. Bundan gərək uzaq olaq. Üçüncü şey ki, Allahın yadını bizi xatırladar, o da budur ki, görək əgər günahın qarşısında bir müqavimətimiz varmı? Bir durur, istiqamət alırıqmı? Toy olubdur və bilirik eskili toydur. Bu günlərin ən böyük dərdlərindən bir sıra dindarlarımızın, müminələrimizin bu toylarda iştirak etməsidir. Nəinki iştirak edirik, artıq yavaş-yavaş modernləşmişik də, inkişafımız da daha çoxalıbdır, oynayırıq, bəzən hətta pul da səpirik. Nəinki orada iştirak eləmək günahdır, bu günahın qatını da çoxaldıbdır. Bu günahına artıq bəzək də veribdir. Bu işlərdən gərək çəkinək. Allah buyurur ki, Quran-ı Kərimdə Bismillahirrahmanirrahim. Bu kimi insanlara buyurur ki, Yusari'un fil ismi vel udvan. Bunlar günaha tələsirlər. Toya gedəsidir, iskili toya gedəsidir, geyinir, kesinir, 2 saatda qabaq, bərnəli mən gedir, saç, baş, bəzək, güzək, bu kimi şeylər nədir? Toya getməlidir, kimsə bunu görməlidir, nəlim oynamalıdır falan. Hara, Allah deyir hara. Hara tələsirsən? Niyə tələsirsən? Bunun əvəzinə Yusari'un fil xayrat.
Bəzi möminlər də vardı ki, bunlar tələsirlər xeyirli işlərə və faydalı işlərə. Allah deyir ki, xeyir işə tələsiyin, günah işə deyil. Və dördüncü nöqtəni də deyirəm ki, görək biz Allah yadı həyatımızda vardı, yoxsa yox. Bəzən nəsihət eləyəndə görək nəsihəti qəbul edə bilirikmi? Nəsihəti həzm edə bilirikmi? Günah eləyib, bir qardaşın da çəkibdir, deyir, qardaş, bu məsləhətli iş deyil, bu Allahın sevdiyi iş deyil, bu İmam Hüseyin əzadarına yaraşan iş deyil. Əgər bir kəs dura qarşısında bir izah eləyə, özünü müdafiə eləyə deməkdən ki, bəli, düz deyirsən, özündə gəlib fikirləşək ki, bunun həyatında Allah meyarı yoxdur. Quranda çox daha bütün həyatımızın bütün hissələrində, bütün məsələlərimizdə Quranın sözü vardır. Quran qəşəng buyurur bu haqda bunların haqqında. Bismillahirrahmanirrahim. Buyurur ki, Ləhum əyunun. Bunların gözləri var. Allah da bunu təsdiq edir. Bunların gözləri var. La yubsiruna biha. Digər ki, o gözlərlə görürlər. Həqiqəti görə bilmirlər. Göz var ha, amma görmürlər. Buyurur ki, Ləhum azanun. Dostlar, qulaqları da var. La yasməunə biha. Amma bu qulaqlarla eşitmirlər. Çox çətindir. Kərbəlada bunlardan çox idi. Ki, mən daha keçmim, o dastanlardan o qədər demək olar ki, İmam Hüseyin salam kimlərlə danışdı, kimlərlə dəvət elədi. Ömər Səd qoşun başçısı, İmam məsləhət eləyir. Mən İmam Peyğəmbər nəvəsi deyiləmmi, Fatimə balası deyiləmmi, bizdən siz hansı nöqsanı görürsünüz, hər bir şeyi də bilirik. Hər şeyi bilirəm. Bəhanələr gətirir. Deyir, qorxuram ki, evimi dağıdarlar. İmam deyir, ev verərəm. Qorxuram, malımı tarmar eləyərlər. Mən mal da verərəm sənə. İmam Hüseyin salam kasıb insan deyildi. Qorxuram, ailəmə xələl gələr. İmam dedi ki, yaxşı, başa düşdüm. Bu qədər bəhanə yetər. Bismillah, nə istəyirsən, onu da elə. Baxın, insan əgər haqq sevər deyilsə və Allah meyarı bunun qəlbində yoxdursa da, heç zaman bu adam müvəffəq deyil və heç zaman bu adamda qəlbi aramlıq da olmaz. Allahı yad eləmək, Quran axırıncı mən ayəni deyirəm, sözün tamamdır. Allah Teala buyuruyor ki, Əla bi zikrillah tətməinnul qulub. Agah olun. Çox belə rahatsızlıqla və belə deyim də 100%li bir iddiası da Allah Teala deyir bunu. Agah olun, qəlblər Allah yadı ilə aram olar. Bu aramlıq barəsində çox söhbətlər eləmək olar. İnşallah, əgər mümkün olar gələn illərdə ki, bu illər artıq məclis ola bilmərik, bu haqda danışaq ki, insanın qəlbi necə aram olar. İmamlar, peyğəmbərlər, övliyalar bunun nümunəsidir. Hər nə çətinlik gəlir. Yemək yox, içmək yox, paltarı yox, amma çox rahatdılar. Hər çətinliyin qabağında rahatdılar. Xanım Zeynəb nə deyir? Deyirlər, Kərbalada gördünüz başınıza nələr gəldi? Rahatdır. Buyurur ki, nədir? Ma rəməytu illa cəmila. Biz gözəllikdən başqa bir şey görmədik. Nə qədər bunlar aramdılar. Çünki Allahlarına güvənirlər. Allahdan istəyirəm ki, Allah Teala bizi İmam Hüseyin salamın həqiqi davamçılarından qərar versin. Və həyatımızda daima Allah Teala'nı yad edənlərdən qərar versin. Esselamu aleykum və rahmetullah. Bugün Məhərrəm ayın 2'si İmam Hüseyin'in kârvanı daxil olur Kərbəlaya. Ay yası başlanan ağam, əzazı başlanan ağam. İmam Hüseyin görür Zülcənah getmir. Ne kadar hareket verir Zülcenah'a, o ata görür yok. At getmir dayanıp. İmam Hüseyin aleyhisselam haber alır. Deyir bu yer haradır. Deyirler ay Zehra'nın məzlum oğlu, bura Şəddül Fərat deyərlər.
Ağa dedi, başka adı da var buranın yoksa necə? Dediler ağa, bura Neynəvadə deyərlər. Bəs başka adı yoktur. Gördüler bir koca kişi geldi qabağa. Ay Zəhranın məzlum oğlu, bura Kərbəladə deyərlər. Kərbəla adını eşidəndə fətənəffəsə suəda bir ah çəkdi. Ha huna məsvəku dimayna ve huna mehallu kuburina. Burada bizim kabirlerimiz olacak. Burada bizim balalarımızı şehit edecekler. Ama bir söz dedi, hanım rübabın yüreğin yandırdı. Dedi burada bizim balamızı oklayacaklar. Elə bunu deyəndə xanım Rubab Əli Əsğəri bazdı bağrına. Lay lay balam lay lay, lay lay gülüm lay lay. Analarım qulaq asırda bu rozəni, analarım gözəl bilər, bacılarım gözəl bilər. Əli Əsğər rozəsini istəyirəm, bir cümlə işarə edəyəm. Elə ki bu balanı oxladılar İmam Hüseynin qucağında. Göydən nida gəldi, ya Hüseyin, apar bu balanı xeymələrə. Sənin balava cənnətdə süd verəm var. İmam Sadiq ağadan soruşdular, ağacan o süd veren kimdir? Ağa buyurdu, o anamız Fatime-i Zehra'dır, Zehra'dır, Zehra'dır. Allahu Ekber, Allahu Ekber.
Hüseyin. Qədəm, 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 qədəm gəlirəm mən piyada, yanaram mən navadə, gəzərəm Kərbəlada. Hələ, 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 hələ doymam qəmindən, yanaram matəmindən, öpərəm pərçəmindən. Hüseyin, 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 ya Sarallah, ya Sarallah. Əlimi qaldır. İndi sinə vurma, mənə bax. Hüseyin, qara ələməndə, Ləbbeyk Hüseyin dildə, zair olanlar qəbrinə, aşiqlərin ildə. Hər il qiyamət var, şovqi ziyarət var, harda belə eşq var, ağa, aşiq cəmaət var. Eşq əhli bir yerdə, talhəm deyər bir, aç qolunu eşq əhli bir yerdə, talhəm deyər bir də. Ləbbeyk Hüseyin, ləbbeyk, 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 nəfəs, 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 nəfəs allam hərəmdə, yanaram dərdi qəmdə, var ümidim kərəmdə. Yenə, 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 yenə də elə qismət, gələm ey bab-i rəhmət, gedirəm qəlbi həsrət. Hüseyin, 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 ya Sarallah, ya Sarallah. Ey Qibləyə, hur ədəm, var səndə bir baysız bədən, çoxdur məqam münkəbədən. Əllərimi qaldır göyə, ay Kərbəla, Kərbəla, Kərbəla. Üç dəfə ucadan dilən, Ləbbeyk ya Hüseyin. Allahümme salli ala Muhammedin ve ale Muhammed. سلام على ساكن الكربلاء، سلام على زينة المرتضى، سلام عليك ثراب الهدى. حسين يا حسين، سلام على ساكن الكربلاء، سلام على